Qardaşım, bunun ölçüsü nədir? 2'nin 3'üdür. Baxın, pambıq və ipəkdən ibarət xalçadır. Fikir verin, yumuşaqlığa bax xalçada, ədiyal kimidir. 135 manata 2-nin 3-ə. Burada hər cürə mallar açmışıq. Baxın bir dənə gözəlliyə. 2 metrənin 3 metrə 135 manata. Bunun altındakı da həmsinin. Necə yığılır onu da göstər. Gözəlliyə baxın. Keyfiyyətinə bax. Yığılma Çox qaydasını möhtəşəm göstər. xalçadır. Baxın necə rahat yığılır. 2-nin 3-ədir yerdəkilər və hər hansısa bir ölçüsünü istəsəz var, problem deyil. Malın da öz keyfiyyəti superdir. Qiyməti ondan da superdir. Fikir verin, qızılı işləmələrindəndir. Baxın, 2-nin 3-ə 135 manata. Ünvana çatdırılma ödənişlidir. Bax, nəzərinizə çatdırım. Bax, sizə bir dənə də perkardın xalçası göstərirəm. Möhtəşəm xalçadır. Saplıq İran, istehsal Türkiyə, qalın, 1500 sıxlıq. 2-nin 3-əsi hal-hazırda mən sizə təqdim elədiyim ölçü 2-nin 3-ədir. Bunun hər ölçüsü var. Hal-hazırda 2-nin 3-əsi 275 manatdır. Baxın. Bir dənə də möhtəşəm bir şey göstərirəm sizə. Qonaq otağında çox mükəmməl görsənir. Qalındır. 3000 ilmədən ibarətdir. Türkiyənin xalçasıdır. Baxın, baxın, möhtəşəmliyə baxın burada. Bunun da hər ölçüsü var. Biraz qiyməti fazladır, amma dəyər də, yəni də biri var, bir xalça alıb 5 aydan sonra aparıb tullayasan və yaxud da yapırığa gözündən düşər. Amma bunda elə şey yoxdur da qardaş. Üstünə nə ləkə düşür düşsün, adi nəm salfetka ilə silirsiz gedir. Yun, ipək, arxası da pambıqdır və gördünüz yığılışı. Ayaqla yığılır, yəni o qədər yumuşaq xalçadır. Bir dənə də bunun gözəlliyinə baxın. 2-nin 3-ə 150 manata. İpək pambıq xalçadır. Bu da qəşəng xalçadır. Nazikdir, çox da qalın xalça deyil. Çünki ipəklə az miqdarda yun istehsal tərkibində var. Arxası da pambıqdır. Bir dənə də perkardin göstərərəm sizə. Qardaş yığdıqca altından gözəl xalçalar çıxır. Ona görə də izləməyə dəyər. Baxın. 300 manatdan möhtəşəm bir xalça təqdim eləyirəm. Perkardinindir. Ölçüləri var. Hər ölçüsü var. Zəhmət olmasa bəyənin, paylaşın səhifəni ki, mən sizə daha möhtəşəm xalçalar təqdim eləyim. Bax, burada nə qədər model desəz, var. Zəhmət olmasa abunə olmağı unutmayın. Bu da sıradan bir xalça deyil. Çox keyfiyyətli xalçadır. Resunku olaraq ola bilər, ucuzlu xalçada da, zəif keyfiyyəti olan xalçada da olar. Amma bunun malına söz ola bilməz. Baxın, elə bu resunkalar da oğurlanıb, hamısı ucuzlu mallara vurulur. Deyim sizə ya, bizdə bir şey yoxdur. İndi heç kimə demək olmur da çəkməklə. Mən burada bunu paylaşmağım özü bir, baxın. Skandinaviyaları təqdim eləmək istəyirəm. Bax, yəni xalçaya aid nə desəz bu dükkanda var. Təbriz xalçalarının gözəlliyinə bax. Qardaş, elə bir rəssam çəkib də bunları. Bir dənə baxın. Ölçüləri var. Çox möhtəşəm görsənirlər axı, baxın. Hər ölçüsü var. Nə ölçü desəz vardı. Baxın. Yəni bu burada belə görsənirsə, görün də açıq vəziyyətdə necə görsənir. Bunların da qiymətləri normaldır. Yəni bizim mağazada endirimlər hələ davam eləyir. Baxın, 2-nin 3-ə İran xalçası 3000 ilmə, 1200 daraq, qiyməti 260 manat, 300 manat arası. Və təbii ki, xalçanın sıxlığı artdıqca keyfiyyəti də artır, qiyməti də təbii ki, artmalıdır da. Baxın. Yenə də keçirəm türk istehsallarına. Və burada hər firmadan xalça var. Nə firma desəz var burada. Qızılı desenlə mərmər sizə təqdim eləyirəm. 2-nin 3-əsi 150 manata. Hal-hazırda bax endirimdədir. Sadəcə olaraq səhifəyə abunə olmağı unutmayın ki, səhifə ilə gələndə bax bu qiymətə aiddir. Yox, səhifəsiz gələndə mən sizə deyim ki, bu qiymət belə olmur da. Yəni ən azından bir 40%, 35% üstünə gəlir. Baxın.
Bəyənib paylaşmağı unutmayın, abunə olmağı unutmayın. Sizin bəyənilərinizdən çox şey asılıdır. Sağ olun, var olun, təşəkkürlər.